Salam uşaqlar, bugünkü dərsimiz 1-ci qrup fizikadan 20 sınaq imtahanı olan kitabçamızdan testlərin həllidir. Birinci sınağımızdan başlayaq. Sükunət vəziyyətindən hərəkətə başlayan velosipedçi düz xətli bərabər yeyinləşən hərəkət edərək 120 metr məsafə qət edir. Sərf olunan zamanın ikinci yarısında gedilən yolu hesablayın. Sükunət vəziyyətindən verilmişdirsə yazarıq bura. V0 bərabərdir 0. Ümumi yolumuz S ümumimiz 120 metrdir. Zamanın ikinci yarısında gedilən yolu istəyir. Biz qaydamızı bilirik ki, bərabər təcilli hərəkətdə zamanın birinci yarısında, yəni T1 bərabərdir. T ümumi bölünsün 2. Birinci yarısında gedilən yol S1 yazırıq. Ümumi yolun 4/1 hissəsinə bərabərdir. S ümumi. O da bərabərdir 120. Buradan 120 vurulsun 4/1 bərabərdir. Taparıq buradan 30 metr. Deməli zamanın birinci yarısında 30 metr yol getmişdir. Onda zamanın ikinci yarısında S2 yazırıq. S2 bərabərdir 4/3 S ümumi qədər yol gedər. O da bərabərdir 4/3 vurulsun 120. Eləyər 90 metr. Yəni biz bunu ikinci haldan belə tapmasaq da 120-dən 30 da çıxanda cavabı almış oluruq. Cavabımız olar B variantı. İkinci tapşırığımıza baxırıq. Avtomobilin spidometrin göstərişinə əsasən onun sürətini müəyyən edin. Baxırıq ki, spidometrin göstərişini tapmaqdan ötürü biz iki ən yaxın bölgüdən, məsələn 80-dan 60-ı çıxarıq 20. Aralarında 4 xırda bölgü var. 20-ni də 4-ə bölərik. 20 bölünsün 4 eləyər 5. Deməli bir bölgümüz 5-dir. Onda əqrəbimiz durur. 60-dan sonra 2 bölgü var. 65, 70. Deməli spidometrin göstərişi 70-dir. Kilometr saatla 70 kilometr saat. İndi xətasını tapaq. Bir bölgünün qiymətinin yarısıdır xəta. Bir bölgümüz tapdıq ki 5-dir. Onda xətamız da delta L bərabərdir. 5 böl 2. Eləyər 2,5. Deməli xətamız da 2,5-dir. Onda bizim cavabımız olar 70 plus minus 2,5. Cavabımız olar A variantı. 70 plus minus 2,5 kilometr saat. Üçüncü tapşırığımıza baxırıq. Cisim düz xətt üzrə A nöqtəsindən B-yə, deməli baxırıq burada A-dan B-yə, sonra isə yarımçevrə üzrə hərəkət edərək C nöqtəsinə gəlib. Bütün yola 50 saniyə vaxt sərf etmişdir. Yazarıq T ümumi bərabərdir 50 saniyə. Cismin yola və yer dəyişməyə görə orta sürətini tapın. Birinci cismin getdiyi yolu taparıq. Cismin getdiyi yol burada A-dan B-yə qədər 300 metrdir. B-dən C-yə qədər yarım çevrə boyunca getmişdir. Onda biz bilirik bütöv çevrəmizin uzunluğu L bərabərdir 2 pi r-dir. Onda yarıya bölərik. Yarım çevrə boyunca getmişdir. Eləyər pi r bərabərdir. Pi-ni tapşırığımızda verib 3. Radiusumuz da 50-dir. 3 vur 50 bərabərdir 150 metr. Burada da 300 metrimiz var. 300 plus 150 eləyər 450 metr yol. Deməli yola görə orta sürəti tapsaq və orta bərabərdir. Yolumuz oldu 300 plus 150 elədir 450. Zamanımız da olmuşdu 50. 450 böl 50. O da 45 böl 5 eləyər 9 metr böl saniyə. Bu yola görə orta sürət. Yer dəyişməyə baxaq. Yer dəyişməmiz başlanğıcla son birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Bura 300 metrdir. Bura radiusdursa 50. Buradan burada 50. Bura eləyər 100. Bu da 300. Elədir 400. Yer dəyişməyə görə orta sürəti tapsaq biz 400-ü 50-yə bölməliyik. 40-ı da 5-ə bölərik. Eləyər 8. Deməli yola görə orta sürətimiz 9. Yola görə V1 ilə yazmışdı. V1 9. Yer dəyişməyə görə isə oldu 8. 9, 8 cavabımız olar D variantı. Dördüncü tapşırığımıza baxaq. İki cisim T bərabərdir 0 anında qarşı-qarşıya düz xətli bərabər sürətlə hərəkətə başlayırlar. Görüşənə kimi birinci cisim nə qədər yol gedər?
Qarşı-qarşıya gəlmişdirlər. Aralarındakı məsafə 0-dan 1200 metrə qədərdir. Birinci taparıq ki, bunlar neçə saniyədən sonra görüşərlər. Qarşı-qarşıya gəldiklərindən sürətləri toplayırıq. 10 plus 20 eləyər 30. Yolumuz da 1200'dür. Deməli biz 1200'ü 30'a bölərik. Görüşmə anını tapmaqdan ötürü görüşən nə qədər vaxt sərf etmişdilər. 120'ni də 3'ə bölərik. Eləyər 40 saniyə. Sürətimiz saniyə iləndir. Deməli, hər ikisi 40 saniyə hərəkətdə olmuşdur. Bizdən birinci cismin getdiyi yol soruşur. Birinci cismin getdiyi yol 10'dur. Onu da 40'a vuraram. Eləyər 400 metr. Cavabımız olar C variantı. Beşinci tapşırığımıza baxaq. Deməli, burada deyib başlanğıc anda eyni nöqtədə olan 1 və 2 cisimlərinin sürət zaman qrafikləri verilmişdir. Birinci cismin dayandığı anda cisimlər arasındakı məsafəni hesablayın. Baxırıq, birinci cismimiz əvvəlcə x oxu istiqamətdə yeyinləşən, sonra x oxu istiqamətdə yavaşlayan hərəkət etmişdir və gəlib 15 saniyədə dayanmışdır. Deməli, 15 saniyədə cismimiz dayanmışdır. Onda biz taparıq görək, bu birinci cisim 15 saniyədə nə qədər yol getmişdir. Məsələn, burada biz iki figur ayırıb fiqurların sayısını taparıq. Birinci, məsələn, bu trapeziyanın sayısını taparıq. Trapeziyamızın sayısı kiçik oturacağımız 10'dur. Üstə gəl, böyük oturacağımız 20'dir. Bölünsün 2, vurulsun, t'miz də 5'dir. 5 saniyədir burada. Bu da eləyər 30 bölü 2, 15. 15 vur 5 eləyər 75 metr. 75 metr. İkinci taparıq indi. Məsələn, bu üçbucağın sayısını taparıq buradan. Üçbucağın sayısı olar 2'də 1 AH'dır. Deməli, buradan yazarıq. S bərabərdir. Yenə 2'də 1 vurulsun. Üçbucağın oturacağı 5'dən 15'e kimidir. Eləyər 10 vurulsun. Hündürlüyümüz də buradan bura kimi 20. Bu da eləyər 100 metr. Deməli, 15 saniyə ərzində birinci cisim 100 plus 75 eləyər 175 metr yol gedər. İndi ikinci cismimizin getdiyi yolu tapaq. İkinci cismin getdiyi yolu tapmaqdan ötürü biz ikinci cismin qrafikinin zaman oxu ilə əmələ gətirdiyi fiqurun sayısını tapasıyıq. Yəni 15 saniyədə buradakı bu düzbucaqlının sayısını tapasıyıq. 10 vur 15. Bu da eləyər 150 metr. Deməli, x oxu çəksək, ikisi də başlanğıc anda eyni nöqtədəydilər. Biri 175 metr hərəkət eləmişdir. Biri 150 metr hərəkət eləmişdir. Onda 175'dən 150'ni çıxarıq. Deməli, qalar 25 metr. Deməli, cisimlər arasındakı məsafəmiz olar 25 metr. Cavabımız olar A variantı. Altıncı tapşırığımıza baxaq. X oxu boyunca hərəkət edən cisimlər üçün Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Baxırıq, birincisi X oxunun əksinə bərabər yeyinləşəndir. Bərabər yeyinləşən hərəkət edir. Buraya yazarıq 2. İkincisi X oxunun əksinə düz xətli bərabər sürətlidir. Düz xətli bərabər sürətli hərəkət edir. 1. Buraya yazarıq. Koordinatın zamandan xəttə asıldır. Koordinat zamandan xəttə asıldır. Bərabər sürətli hərəkətimizə aiddir. Buraya yazarıq 3. Sürəti zamandan xəttə asıldır. Təcilli hərəkətdə. Buraya yazarıq 4. X oxunun əksi istiqamətdə hərəkət edir. Hər ikisi X oxunun əksi nədir? Burada yazarıq 5. Deməli, olar cavabımız 2, 4, 1, 3 və 5. Cavabımız olar Y variantı. 7-ci tapşırığımıza baxaq. Hansı ifadələr doğrudur? Verilmiş radiuslu çevrə üzrə bərabər sürətlə dövr edən maddi nöqtənin mərkəzə qaçma təcili xətti sürəti ilə düz mütənasibdir. Deməli, mərkəzə qaçma təcilinin verilmiş radiuslu deyilsə, R bərabərdir. Konstant yazırıq. Onda A bərabərdir. Xətti sürətdə olsun.
radiusda olsun V kvadrat böl R yazarıq. Onu da xətti sürətlə düz asıldır. Deməli, burada xətti sürətin kvadratı ilə düz asıldır. Dövrətmə periyodunun kvadratı ilə tərs mütənasibdir. Bərabərdir. Periyodla olanı yazarıq. 4 pi kvadrat R böl T'nin kvadrat. Periyodun kvadratı ilə tərs asıldır. Deməli, 2 doğrudur. Dövrətmə tezliyinin kvadratı ilə tərs mütənasibdir. Bu olmaz. Periyodla tərsdirsə tezliklə düzdür. Tezliklə olan düsturda yazaq. 4 pi kvadrat N kvadrat R. Bucaq sürətinin kvadratı ilə düz mütənasibdir. A bərabərdir omega kvadrat R-dir. Bucaq sürətinin kvadratı ilə düz mütənasibdir. Bir də olar burada cavabımız 4. Deməli 2 və 4 cavabımız olar B variantı. 6-cı tapşırığımıza baxaq. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtə A nöqtəsindən baxırıq B nöqtəsinə saat təqrəbi istiqamətdədir. İstiqamətimizdə A-dan B-yə doğru hərəkət edir. 0.5 saniyəyə çatır. A-dan B-yə 0.5 saniyəyə çatır. Maddi nöqtənin bucaq sürətini hesablayın. Çevrəmiz 360 dərəcədir. 360 dərəcəni 120-yə bölərik. Bu eləyər 3. Deməli 3 hissəyə bölünər. 3 hissəyə böləndə biz bir hissəni 0.5 saniyə getmişdirsə, 3 hissəni 3 vur 0.5 saniyə eləyər 1,5 saniyə. 1,5 saniyə olduğunun periyodu. Onda biz omega bərabərdir. 2 pi böl böyük T yazarıq. O da bərabərdir. 2 vur 3 böyük T'ni tapdıq 1,5. O da eləyər 6 böl 1,5. O da 60 böl 15. Cavabımız olar 4. Y variantımız. 9-cu tapşırığa baxırıq. Eyni qüvvənin təsiri ilə düz xətlər hərəkət edən 1 və 2 cisimlərinin sürətinin proyeksiyasının zamandan asılılıq qrafikləri verilmişdir. Cisimlərin kütlələri nisbətini hesablayın. Deməli, biz baxırıq ki, birinci hərəkətdə cismin aldığı təcili taparıq. A bərabərdir. V çıx V0 böl T. Yavaşlayan hərəkət olduğundan V0 çıx V böl T yazarıq. Deməli, 16 çıx 8 böl 4. O da 8 böl 4 eləyər 2. Deməli, birinci cismin aldığı təcil 2-dir. Onda ikinci cismin aldığı təcili taparıq. İkinci cisim yeyinləşən hərəkət edir. Son sürəti 4-dür. Başlanğıc sürəti 0-dır. Onda 4 çıx 0 bölünsün 4. Bu da eləyər 1. Birinci cismin təcili 2 oldu. İkinci cismin təcili 1 oldu. Eyni qüvvənin təsiri altında hərəkət etdiklərindən F1 bərabərdir F2. Newton 2-ci qanundan bilirik ki, A bərabərdir F böl M-dir. Qüvvə eynidir. Onda kütlə ilə təcillər tərs mütənasibdir. Bizdən M1 böl M2 lazımdır bizə. M1 bölünsün M2 bərabərdir. Tərsinə olar A2 böl A1. Bərabərdir. A2-ni tapmışdıq 1. A1 də tapmışdıq 2. Deməli, cavabımız olar 1 böl 2 C variantımız. 10-cu tapşırığımıza baxaq. Üfüqi müstəvidə 40 kiloqram kütləli cisim şəkildəki kimi 100 Newton qüvvənin təsiri ilə hərəkət edir. Cismə təsir edən reaksiya qüvvəsini hesablayın. Deməli, buradan biz çəkirik ağırlıq qüvvəsini. Buradan mc olar. 40 kiloqramdırsa 40'ını ona vurarıq. Bu olar 400. Buradan reaksiya qüvvəsini çəkərik. N reaksiya yuxarı. F qüvvəsinin şaqulu toplananında yuxarı. Şaqulu toplananımız FY-dir. FY bərabərdir F sinus alfadır. İndi biz şaqulu təsir edən, şaqulu istiqamətdə təsir edən qüvvələrin bərabərliyini yazarıq. Deməli, FY plus N bərabər olmalıdır mc-yə. Yuxarı təsir edən qüvvələr aşağı təsir edən qüvvələrə bərabər olmalıdır. Deməli, F-imiz burada 100'dür. 100'ü də sinus 0 alfa 0.8'dir. 100 vur 0.8 FY-in yerinə yazarıq. 100 vur 0.8 eləyər 80 plus N reaksiya bərabərdir. mc-miz də 400'dür. Onda buradan N reaksiya bərabərdir. 400 çıx 80 eləyər 320 Newton.
Cavabımız olar D variantı. 11-ci məsələmizə baxaq. Üfüqi hamar səthdə yüklə birlikdə kütlələri 3 kiloqram və 1 kiloqram arabacıqla sıxılmış və yay ilə bağlanmış yaya birləşdirilmişdir. Sapla bağlanmış yaya birləşdirilmişdir. Sapı kəsdikdə arabacıqlara təsir edən qüvvələr və aldıqları təcillər arasında hansı münasibət vardır? Qarşılıqlı təsirdə olduğundan bilirik ki, burada qüvvələr bərabər olar. Yəni F1 bərabərdir, F2 olar. Kütlələrlə təcillər tərs mütənasib olduğundan deməli baxırıq M1 bölünsün M2 bərabərdir. Buraya yazarıq A2 böl A1. M1'imiz 3'dür. M2'miz də 1'dir. Deməli buradan olar A2 böl A1 bərabərdir 3'ə. Onda A2 bərabər olasıdır 3 A1'ə. Deməli A2 bərabərdir 3 A1. F1 də bərabərdir F2. Cavabımız olar Y variantı. 13-ci tapşırığımıza baxaq. Üzücü çayın bir sahilindən K nöqtəsindən digər sahilinin M nöqtəsinə 6 saniyə üzür. Deməli K'dan gəlir M nöqtəsinə üzür. Çayın axın sürəti 2 metr böl saniyə. Üzücünün suya nəzərən sürəti 5 metr böl saniyədir. LM məsafəsi, yəni buradan bura kimi 12 metrdir. Çayın enini hesablayın. Çayın eni də burada olur KL. Biz KL məsafəsini tapmalıyıq. İndi baxırıq biz bu sürət vektorunu 2 toplanana ayırırıq. 12 metr yolu bu Vx sürəti ilə getmişdir. Yəni x toplananı ilə. Vx sola doğru, çay isə sağa doğru axdığından deməli biz taparıq ki 12 metr yolu 6 saniyə üzmüşdür. Onda biz 12'ni 6'ya bölərik. Bu elədi 2. 2'nin içərisində deməli Vx-dən V çayın çıxılmışı var. Deməli Vx çıxılsın V çay bərabərdir 2 aldıq. Onda buradan Vx-imiz bərabərdir. V çay da 2'dir. Çayın sürəti 2'dir. 2 plus 2 eləyər 4. Deməli Vx-imiz oldu 4 metr böl saniyə. İndi biz eni tapmaqdan ötürü buradan şaqulu toplananı sürətin Vy-i tapmalıyıq. Bu 5'dir. 5'in kvadratı eləyər 25. Kökün altında çıxılsın. Vx'in kvadratı da oldu 4. 4'ün kvadratı da 16. 25 çıx 16 eləyər 9. 9'dan da kök çıxar 3. Deməli Vx'imiz 3'dür. 3 metr böl saniyə sürətlə 6 saniyə üzmüşdürsə 3'ü də 6'ya vurarıq. Deməli çayın eni olar 18 metr. Cavabımız olar A variantı. 13-cü tapşırığımıza baxırıq. Bir cismi 30 metr böl saniyə sürətlə hərəkət edərkən iki cismi sükunət vəziyyətindən 10 metr böl saniyə kvadrat təcillə hərəkətə başladı. 4 saniyə sonra iki cisminin bir cisminə nəzərən sürətinin modulunu tapın. Deməli biz V2-1'i tapmalıyıq. V1'in sürətini bilirik 30 metr böl saniyədir. V2 sükunət halından hərəkətə başlamış. Təcili də 10'dur. 4 saniyə sonra 4 saniyə deməli hərəkətdə olmuşdur. Onda biz təcilin düsturundan A bərabərdir V çıx V0 böl T. Sükunət halından hərəkətə başladığından V0 0'dır. Onda buradan V bərabərdir A vur T taparıq. A'sı 10'dur, T'si də 4'dür. 10 vur 4 eləyər 40. Deməli ikinci cismin sürəti 40'dır, birinci cismin sürəti 30'dur. Onda bizdən İkinci cismin birinci cismə nəzərən sürətini istəyir. Kökün altında olar V1'in kvadrat plus V2'nin kvadrat. Bərabərdir. Kökün altında 30'un kvadrat eləyər 900 plus 40'ın kvadratda eləyər 1600. Bu da eləyər kökün altında 2500. Ondan da kök çıxar 50. Cavabımız olar C variantı. Əgər bizdən vektorda istəsəydi, yəni ikinci cismin birinci cismə nəzərən bu birinci cisimdir, bu da ikinci cisim. Onda biz bura V2 çıx V1 yazmalıyıq. Fərq vektorumuz da həmişə çıxılandan azalana doğru yönəlir. Yəni V1'dən V2'yə doğru. Onda biz fərq vektorumuzu bu istiqamətdə çəkərdik.
14-cü tapşırığımıza baxırıq. Düz xətlə hərəkət edən iki cismin sürətləri tənlik şəklində verilmişdir. Müşahidə anından neçə saniyə sonra cisimlərin yer dəyişmələri bərabər olar. Bərabər olmaq o deməkdir ki, hər ikisi eyni qədər yol getsin. Onda biz buradan yer dəyişmə tənliklərini yazmalıyıq hər ikisi üçün. Deməli, biz bilirik ki, sürət yer dəyişmənin zamana görə törəməsindən alınır. 8 olmuşdursa, deməli yazarıq buradan biz S1 bərabərdir. Sürət 8, burada təcil 8-dirsə, başlanan sürət 8-dir. Deməli, onun əvvəlcə qiyməti olmuşdur 8T, törəməsi 8 olsun. Çıx 2T-dirsə, bu da T-nin kvadratı olmuşdur. T kvadrat, bunun da törəməsi eləyir 2T. Bu birinci tənliyimiz. İkincini yazarıq. S2 bərabərdir. 2 qalıbdırsa burada, deməli, əvvəl olmuşdur 2T. Üstəcə 4T-dirsə, bu da eləyər 2T-nin kvadrat. Buna törəməsi eləyir 4T. Deməli, bunlar yer dəyişmələr bərabər olsun. Bu tənliyimiz bu tənliyimizə bərabər olmalıdır. 8T çıxılsın T kvadrat bərabərdir 2T plus 2T-nin kvadrat. Bu da bərabərdir. 2T-ni bu tərəfdə yazarıq. 8T-dən 2T-ni çıxaraq qalar 6T bərabərdir. T kvadratını da bu tərəfə keçirərik. Olar 3T-nin kvadrat. T'lərin bir ixtisar gedər. 6 bərabərdir 3T. T də bərabərdir 2 saniyə. Cavabımız olar A variantı. 15-ci tapşırığa baxırıq. O nöqtəsi ətrafında fırladılan çubuğun üzərindəki A və B nöqtələri üçün hansı fiziki cəmiyyətin qiymətləri bərabərdir? Baxırıq bu disk üzərində olan cisimlər üçün bunlara baxsaq, burada periodlar bərabərdir. Periodlar bərabərsə bucaq sürətləri də bərabərdir. Xətti sürətləri fərqlidir, təcilləri fərqlidir. Kənar nöqtənin B kənar nöqtəsinin sürəti və təcili A kənar nöqtəsinin sürəti və təcilindən böyük olur həmişə. Məsələn, V bərabərdir omega R yazarıq. A da bərabərdir omega kvadrat R yazarıq. Onda bucaq sürətləri bərabərdirsə, radiusu böyük olanda böyük olur, kiçik olanda kiçik olur. Deməli, cavabımız olar burada 1 və 2. Doğru cavabımız 1 və 2, cavabımız olar A variantı. 16-cı tapşırığımıza baxırıq. Cisim düz xətt üzrə bərabər sürətlə hərəkət edərək 5 saniyə ərzində koordinatı 60-30 olan nöqtədən 20-60 olan nöqtəyə gəlir. Onun sürətinin modulunu hesablayın. Deməli, baxarıq X koordinatlarına 60-dan, burada 60-dan gəlmişdir 20-yə. Deməli, 60-dan 20-yə gəlmişdir. Onda onu 60-dan 20-ni çıxarıq. Eləyər 40. 5 saniyə hərəkətdə olmuşdur. 40-ı 5-ə bölərik. Bu da eləyər 8. Deməli, X oxu boyunca sürəti olar 8. İndi Y oxuna görə baxaq. 60 modul istədiyi üçün 60-dan 30-u çıxaq. 30. 30-u da 5-ə bölərik. Yenə eləyər 6. Deməli, Y oxu boyunca da olar 6. Sürətin modulunu istəyir. Parallelogram qaydasına istifadə edərik. Bu bizim yekunumuz olar. Qiyməti də kökün altında 8-in kvadratı 64 plus 6-ın kvadratda 36. Bu da eləyər 100. 100-dən də kök çıxar 10. Cavabımız olar D variantı. 17-ci tapşırığa baxaq. Kütləsi 40 kiloqram olan cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asılılığı verilmişdir. F-in T'dən asılılığı verilmişdir. 5 saniyə və 15 saniyə arasında keçən müddətdə cismin sürətinin dəyişməsinin modulunu hesablayın. Sürətin modulunun dəyişməsi deyəndə, deməli, bizə buradan delta V lazımdır. Beş saniyə və 15 saniyə ərzində qüvvəmiz 200 Newtondur. Kütləmiz də 40 kiloqramdır. Onda biz təcili taparıq. A bərabərdir F bölünsün M. O da 200 böl 40. Bu da ixtisacıda 20 böl 4 eləyər 5. Təcilimiz 5 metr böl saniyə kvadratdır.
Onda biz yazarıq ki, A bərabərdir delta V böl delta T. Buradan bizə delta V lazımdır. O da eləyər A vur delta T. A'nı tapdıq 5. Delta T'də 5 saniyə ilə 15 saniyə arasındadır. O da 10'dur. Ona vurarıq. Bu da eləyər 50. Cavabımız olar Y variantı. 18-ci tapşırığımıza baxaq. Newton vur saniyə, kilogram vur metr məxrəcdə də hansı fiziki cəmiyyətin vahidinə uyğundur? Newton'u əsas vahidlərlə açarıq. Kilogram vur metr. Bu tipli test tapşırıqlarının toplumumuzda da var. Saniyə kvadrat vur saniyə. Böl aşağıda da kilogram vur metr. Kilogram metrlərimiz ixtisar gedər. Saniyə ilə saniyə biri gedər. Qaldı burada 1 böl saniyə. 1 böl saniyə də tezliyin vahididir. Fırlanma tezliyinin. Cavabımız olar Y variantı. 19-cu testimizə baxaq. Çevrə üzrə bərabər sürətlə dövr edən cismin periodu böyük T'si 8 saniyədir. Yazarıq T bərabərdir 8 saniyə. A nöqtəsini keçdikdən 12 saniyə sonra cismin sürətini və təcilin istiqamətini tapın. Deməli, baxırıq A nöqtəsini keçdikdən sonra periodumuz 12-dirsə, bunu biz 4 bərabər hissəyə bölərik. 12'ni periodu 8'dir, 8'i 4'ə bölərik. Hər aramıza 2 düşər. Deməli, A nöqtəsini keçdi. Bura kimi 8, üstünə 2 gələrik 10, üstünə 2 gələrik 12. Deməli, cismimiz bu nöqtədədir. Hərəkətimiz də sağ təqrəbinin əksinədir. Onda sürətimiz olar bu nöqtədə aşağı. Təcilimiz də mərkəzə doğru. Deməli, sürət aşağı, təcil də sağa doğru. Cavabımız olar B variantı. 20-ci tapşırığımıza baxaq. Sürtünməsi nəzərə alınmayan sistemdəki yüklər 30 Newton qüvvənin təsiri ilə tarazlıqdadır. F qüvvəsi təsir etməzsə, yüklərin aldıqları təcilləri hesablayın. Deməli, F qüvvəsi nəzərə alınmazsa, yüklərin aldığı təcilləri tapmalıyıq. Deməli, baxarıq buradan 30 Newton'dur F1 qüvvəmiz. Deməli, bura 30 Newton. Həm də M1'in ağırlıq qüvvəsi var. 30 ilə M1'in ağırlıq qüvvəsi M1C yazarıq. Deməli, burada yazarıq 30. Üstə gəl M1 vur C bərabər olmalıdır. 4 kilogram kütləli cismin ağırlıq qüvvəsi 4 vur 10 eləyər 40. Onda buradan M1C'miz olar 30. 40'dan 30 çıxır eləyər 10. Buradan da M1 bərabərdir 1 kilogram. İndi burada F qüvvəsi nəzərə alınmazsa, deməli, onda sistemin aldığı təcil A bərabərdir M2 minus M1, aşağıda M1 plus M2. Vur C düsturu ilə hesablaya bilərik. M2'miz 4'dür, 4 çıx 1 eləyər 3, aşağıda 4 plus 1 eləyər 5, ona da vurarıq. 30 böl 5 eləyər 6. Cavabımız olar A variantı. 21-ci tapşırığımıza baxaq. Çevrə üzrə bərabər sürətlə dövr edən maddi nöqtə üçün hansı fiziki cəmiyyətlər zamandan asılıdır? Dövrətmə tezliyi, dövrətmə periodu zamandan asılı deyil. Dönmə bucağımız fi'dir. Fi bərabərdir omega t'dir. Zamandan düz asılıdır. Dönmə bucağımız cavabımız olar 1'i 2 olar. Getdiyi yol bucaq sürəti omega t'dən asılı deyil. Getdiyi yolda zaman artdıqca zaman asılı olmayaraq artır. Deməli, baxırıq buradan. Cavabımız olar 2 və 3. Cavabımız olar C variantı. (22)yə baxırıq. Çevrə üzrə bərabər sürətli hərəkətdə çevrənin radiusu və xətti sürəti 2 dəfə artarsa, bucaq sürəti dəyişməz. Deməli, bucaq sürətinin düsturu omega bərabərdir. Deməli, V böl R'dir. Radius və xətti sürət həm məxrəc, həm sürət 2 dəfə artırsa, buradan bucaq sürəti dəyişməz. Deməli, 1 doğrudur. Mərkəzə qaçma təcili 2 dəfə azalar. Mərkəzə qaçma təcili üçün yazarıq ki, buradan A bərabərdir V kvadrat böl R.
Deməli, xətti sürəti 2 dəfə artırırsa, buradan sürət 4 dəfə artır. Radius da 2 dəfə artırsa, buradan məxrəc də 2 dəfə artır. 4/2 eləyər 2. Deməli, mərkəzə qaçma təcili 2 dəfə artar. Burada 2 dəfə azalar deyil, doğru deyil. Dövr tezliyi 2 dəfə artar. Deməli, yazarıq V bərabərdir 2 pi r n yazarıq. Oradan n bərabərdir. V bölünsün 2 pi r. Sürəti də 2 dəfə artırır. Məxrəci də 2 dəfə artırır. Onda dövr tezliyi dəyişməz. Deməli, dəyişən cəmiyyətimiz, doğru cavabımız bizim bir dənə oldu. Bucaq sürəti 1. Yalnız 1. Cavabımız olar B variantı. 23-cü test tapşırığımıza baxaq. Deməli, burada kütləsi 10 kiloqram olan cismə F1 bərabərdir 20 Newton, kütləsi 15 kiloqram olan cismə F2 bərabərdir 95 Newton qüvvələr təsir edir. Cisimlərin bağlandığı ipdə yaranan gərilmə qüvvəsini hesablayın. İndi baxırıq biz burada birinci sistemdə əvəzləyici qüvvənin qiymətini tapaq, sonra da təcilimizi taparıq. Deməli, buradan biz baxırıq ki, cisimlərin kütlələri M1 və M2-ni toplayarıq, eləyər 25. Burada F2 95 Newtondur. F1 isə, deməli, F2 95 Newtondur. F1 burada 20 Newtondur. 95-dən 20-ni çıxarıq, qalar 75. Deməli, əvəzləyici qüvvəmiz 75 Newtondur. 75. Ümumi kütləmiz də oldu 25. Qüvvəni də kütləyə bölüb biz təcili sistemin təcilini taparıq. 75/25 eləyər 3. Sistemin deməli aldığı təcil 3 metr böl saniyə kvadratdır. İndi məsələn buradan biz bu tərəf üçün baxsaq, əvəzləyici qüvvə üçün yazarıq. MA bərabərdir F2 çıxılsın T gərilmə. M də burada M2'dir. M2'ni bilirik. M2'miz 15 kiloqramdır. A-nı da tapdıq 3. 15 vur 3. Buraya yazarıq 45. Bərabərdir. F2'miz də 95'dir. Çıx T gərilmə. Buradan T gərilmə bərabərdir. 95 çıx 45 eləyər 50 Newton. 24-cü tapşırığımıza baxırıq. Maddi nöqtə radiusu 40 cm olan çevrə üzrə bərabər sürətlə dövr edir. Bucaq sürəti 0.5 olarsa, onun 6 saniyədəki yer dəyişməsi neçə metrdir? Baxırıq ki, bucaq sürəti 0.5-dirsə, biz onun periodunu taparıq. T bərabərdir 2 pi böl omega. O da bərabərdir 2 vur 3. Omega da 0.5. 6 böl 0.5 bu da eləyər 60 böl 5 eləyər 12. Periodu 12'dir. 6 saniyədə. Deməli, bütöv çevrəni 12 saniyə dövr edirsə, onda 6 saniyədə çevrənin yarısını gəlir. Radius da 40 santimetrdir. Onda bunun yer dəyişməsi olur diametrə bərabər. Radiusu 40'dırsa, diametri də 2 vur 40 eləyər 80 santimetr. Onu da metrlə yazsaq, yer dəyişməsi neçə metrdir? Eləyər 0.8 metr. 100'ə bölərik. 25-ci test tapşırığımıza baxaq. X oxu boyunca hərəkət edən cismin yer dəyişməsinin proyeksiya zamanın asıllığı verilmişdir. Hansı mülahizələr doğrudur? 0-T1 aralığında təcilin istiqaməti X oxu istiqamətdədir. 0-T1 aralığında bura kimi cisim X düz xətli bərabər Y-ləşən hərəkət edir X oxu istiqamətdə. Bəli, təcilin də istiqaməti X oxu istiqamətdədir. 1 doğrudur. T0 2T0 aralığında Y-ləşən hərəkət etmişdir. T0 2T0 aralığında yavaşlayan hərəkət etmişdir. Bura çökürsək rahatca görə bilərsiniz. T0 anında hərəkət istiqamətini dəyişmişdir. T0 anında bura kimi X oxu istiqamətdə Y-ləşəndir. Bura kimi X oxu istiqamətdə yavaşlayandır, dəyişməmişdir. 2T0 anda sürəti 0'a bərabərdir. Bəli, burada dayanmışdır. Doğrudur. 4 doğrudur. 2T0 3T0 aralığında yavaşlayan hərəkət etmişdir.
2T0, 3T0'ı bura köçürsək görürük ki, x oxunun əksinə yeniləşən hərəkət etmişdir. Deməli, doğru cavabımız oldu. Burada 1, burada 1 və 4. (26'ya baxırıq. Radiusları R1, R3 R-ə bərabərdir. Burada R2 isə 2R'dir. Disklərin də kənar nöqtələrinin periodları nisbətini hesablayın. Baxırıq burada birinci diskdə disk üzərində olan nöqtələrin bilirik ki, periodları bərabərdir. Deməli, T1 T2'yə bərabərdir. T2'yə bərabərdir. Burada R3'ün radiusu R3 olan diskə baxırıq indi. Məsələn, bu nöqtə ilə bu nöqtə qayışlı ötürmə kimidir. Bu nöqtənin R2'dir. Deməli, radiusu 2 dəfə çoxdur. Bunun radiusu isə R-dir. Onda biz qayışlı ötürmədən bilirik ki, radiusu böyük olan xətti sürətlər eynidir bu nöqtələrin. Radiusu böyük olanın periodu böyük olur, kiçik olan ki, kiçik olur. Deməli, T2 böyükdür T3'dən. İndi bizlə T1 ilə T3'ü istəyir. T2 də T1'ə bərabər olduğundan, deməli biz buraya yazarıq. T1 böyükdür T3'dən. Radius 2 dəfə böyük olduğundan, onda nisbətimiz də olar 2. T1 bölünsün T3 cavabımız olar. Deməli 2 dəfə böyük olar. (27'ye baxaq. Uyğunluğu müəyyən edin. Qüvvələrin əvəzləyicisini istəyir. Birinciyə baxırıq. X ox istiqamətdə yeyinləşəndir. Təcili də X ox istiqamətdədir. Onda qüvvələrin əvəzləyicisi də X ox istiqamətdədir. Sürət istiqamətindədir. Deməli, bu da doğrudur. Sürətlə və təcil eyni istiqamətdə olur. Deməli, 1'ə A yazarıq. Sürətin əksi istiqamətdədir. Yavaşlayan hərəkətdə burada sürəti müsbətdir, təcili mənfidir. Onda qüvvəsi də sürətin əksi istiqamətdədir. 2'yə S yazarıq. 0'a bərabərdir. Düz xətli bərabər sürətli hərəkətdə. Əvəzləyici qüvvə 0'a bərabərdir. Təcil də 0'a bərabərdir. B yazarıq. D də düz xətli bərabər sürətlidir. Burada D yazarıq. Y yeyinləşəndir. A ilə eynidir. A-nın yer dəyişməsinin zamanın asıllığıdır. Deməli, 1'ə Y də yazarıq. 28-ci tapşırığımıza baxaq. Cisim sükunət halından sabit qüvvənin təsiri ilə hərəkətə başlayır. Cismin hər saniyədə getdiyi yolların nisbəti nə üçün tək ədədlərin nisbəti şəklində olur? Deməli, biz burada n-in saniyədə gedilən yol üçün yazarıq ki, bilirik burada Sn bərabərdir. A bölünsün 2, 2n minus 1'dir. Sükunət halından sabit qüvvənin təsiri ilə gedirsə, qüvvə sabitdirsə, deməli təcil də sabitdir. Təcilin A bölü 2 nisbəti deməli sabit qalır. Məsələn, birinci saniyədə getdiyi yol tapanda 2 vur 1, eləyər 2 çıx 1. Deməli, birinci saniyədə S1 bərabərdir. Birinci saniyədə gedilən yol olar A bölü 2 vur 1. Məsələn, ikinci saniyədə gedilən yol S2 bərabərdir. A bölü 2, n-in yerinə 2 qoysa 2 vur 2 4, 4'dən də 1'i çıxarıq 3. 1, 3, bu qayda ilə 3-cü saniyədə gedilən yol olar 5, sonra 7. Ona görə S1 böl S2 böl S3 tək ədədlərin nisbəti kimi olur. 1, 3, 5 şəklində olur. 29-cu tapşırığımıza baxaq. Düz xətli hərəkət edən cismin koordinatının zamandan asılılığı verilmişdir. Qrafikin hissələrinə uyğun hərəkətin xarakterini və əvəzləyici qüvvənin proyeksiyasının zamandan asıllıq qrafikini çəkin. Deməli, baxırıq burada 0T1 hissəsində X ox istiqamətdə bərabər yeyinləşən hərəkət edir. Təcili müsbətdir. Müsbətdən konustan çəkərik. T1, T2 aralığında düz xətli bərabər sürətlə hərəkət edir. Təcili 0'dır. T2, T3 hissəsində bərabər yavaşlayan hərəkət edir. X ox istiqamətdə təcili mənfidir. Bunu da buradan çəkərik. Zaman anlarında belə qeyd eləyə bilərik. 30-cu tapşırığımıza baxırıq.
Saatın saniyə və dəqiqə əqrəbinin təcillərinin nisbəti 4500-dür. Saniyə əqrəbinin uzunluğu 15 sm olarsa, dəqiqə əqrəbinin uzunluğunu hesablayın. Deməli, saatın saniyə əqrəbinin dövr etmə periodunu biz bilirik. T, saniyə əqrəbinin dövr etmə periodu 1 saniyə, 1 dəqiqədir. Dəqiqə əqrəbinin dövr etmə periodu T saniyə, bu da olsun T dəqiqə. Bu da 60 dəqiqədir. Təcillərin nisbəti 4500-dür. Saniyə əqrəbinin uzunluğu, onu da radius kimi yazaq. R saniyə bərabərdir 15. Dəqiqə əqrəbinin uzunluğunu hesablayın. R dəqiqə lazımdır bizə. İndi təcilin düsturunu yazaraq. İçində də periodumuz olsun. 4 pi kvadrat R böl T'nin kvadrat. Bu olsun. Saniyə əqrəb üçün yazaq. R saniyə. Burada olsun T saniyə. Aşağıya bir dənə də yazaq. A dəqiqə üçün 4 pi kvadrat R dəqiqə böl T dəqiqənin kvadratı. A saniyə böl A dəqiqə 4500-dür. Deməli, bu kəsrə böləndə 4500 olmalıdır. Yazaq. 4500 bərabərdir. Burada böləndə 4 pi kvadratlarımız gedər. Deməli, burada qalar R saniyə böl T saniyənin kvadratı vur bu kəsrin tərsi. T dəqiqənin kvadratı böl R dəqiqə. 4500 bərabərdir. R saniyəmiz 15'dir. Vur T dəqiqənin kvadratı 60'ın kvadratı. Onu da yazaq. 60 vur 60. Altda T saniyənin kvadratı eləyər 1. Vur R dəqiqəni də bilmirik. Onda buradan R dəqiqəmiz də bərabər olar. 15 vur 60 vur 60 yuxarıda. Aşağıda da 4500. Bu iki sıfırlarımız gedər. 15 ilə də 45 ixtisar gedər. Burada qalar 3. 60'ı da 3'e bölərək. Burada qalar 20. 20'ni də 6'ya vurarıq. Eləyər 120 santimetr. Deməli, burada bu iki sıfırımız getmişdir. Olur 12 santimetr. Bugünkü tapşırığımız bu qədər. Suallarınızı rəy bölməsində yaza bilərsiniz. Sağ olun.